sizə və özümə ilahi təqvaya riayət eləməyi, gizlində və aşkarda Allahdan çəkinməyi tövsiyə edirəm. Əməl istər yaxşı olsun, istər pis əməl olsun, əməlin əhəmiyyəti ondadır ki, insanın bu günü və gələcəyi keçmiş əməllərindən asılıdır. İnsanın bu günü və gələcəyi keçmiş əməllərindən asılıdır. Gələcək keçmişin nəticəsidir. Və bu çox mühüm məsələdir, olduqca mühüm məsələdir. İnsan başa düşsə ki, mənim taleyim, sabahım, gələcəyim, mənim bugünkü elədiyim əməllərdən asılıdır. Əməli eləyəndə insan bilsə ki, bu əməl mənim bütün taleyimə təsir qoyur, o zaman əmələ diqqətlə yanaşar, istər yaxşı əmələ, istər pis əmələ. Bir əməl eləyəndə başa düşə ki, bu əməli ki, indi mən eləyirəm, aləm səbəb-nəticə qanunu ilə idarə olunur və bu qanun tələb eləyir ki, sabah bir sıra hadisələr qabağıma çıxardacaq bu əməl. Ümumiyyətlə, sabah dünənlə əlaqəlidir, bugün dünənlə əlaqəlidir. Bunu biz başa düşməliyik. Biz hərdən gələcəyə baxanda gələcəyin keçmişlə əlaqəsini lazımi şəkildə qiymətləndirmirik. Gələcək bugünlə və keçmişlə əlaqəlidir və bu çox mühüm məsələdir. Biz bəzən əməlləri sabahımızı bugündən müstəqil hesab edirik, amma bu olduqca böyük səhvdir, yanlışlıqdır. Əməllər zəncirvarı bir-biri ilə əlaqədardır, əlaqəlidir. Biz bugün özümüzə taley yaradırıq. Gələcək işlər ki, başımıza gələcək, bugünün əməllərinin nəticəsidir. Bugün nə edirəmsə, sabah biri gün, ondan sonraki gün, 100 il bundan sonra, hətta məsələn yaşasam, 10 il bundan sonra yaşasam, o taley, o hadisələr bugünkü əməllərə uyğun tənzimlənir ilahi Allahın dərgahında. Bugün elədiyim əmələ uyğun hadisələr sabah məni gözləyir. Biz deyirik, qəza və qədər var, amma alın yazısı yoxdur. Bunun mənası bilirsiniz nədir? Alın yazısı var, amma alın yazısı əməlin nəticəsidir. Əməldən müstəqildir. Yəni, insan doğulanda alın yazısı ilə dünyaya gəlmir. Əməllər elədikcə onun əməlinə uyğun taley müəyyənləşir onun üçün. Gündə bu taley dəyişə bilir. Əməllər taleyə təsir qoyur. İnsan əməlinin girovudur, hədisdə var. İnsan əməlinin girovudur. Hər əməl insanın daxilində ciddi təsir qoyur. O təsir də sabah özünü göstərir. Bugün mənim ibadətə halım yoxdur. İstəyirəm bir əməl eləyəm, tövfiq tapa bilmirəm, müvəffəq ola bilmirəm o əməli yerinə yetirəm. Dünən bir günah eləmişəm, Allah deyib 40 gün bundan müvəffəqiyyəti almışam, filan salih əmələ müvəffəq olmayacaq. Dünən elədiyim bir əməl bugün ibadətdəki halıma təsir qoyur. Bugün hansısa bir xeyir işdən məni məhrum eləyir. Biz hərdən elə bilirik, çox azadıq, amma çox azad deyirik biz. Azad o adamdır ki, nə istəyir, ürəyi nə istəyir, onu eləyə bilsin. Amma biz bir çox vaxt yaxşı iş görmək istəyirik, onu eləyə bilmirik. Bir xeyir iş istəyirik, eləyək, hədisin eşidirik, ayəsin eşidirik, bunu eləməyin savabı bu qədərdir, amma nə qədər eləyirik, eləyə bilmirik. Bizim azadlığımızı əlimizdən alan nədir? Bizim keçmiş əməllərimiz. Əməllərdir ki, bizi azadlığımızı əlimizdən alır, biz istədiyimiz bir xeyir əmələ müvəffəq ola bilmirik, onu həyata keçirdə bilmirik. Hər ürəyimiz istəyən şey eləyə bilmirik. Biz elə bilirik, xeyli azadıq, amma diqqətlə baxanda görürük, biz keçmişimizin əsiriyik. Keçmişimiz bizi əhatə eləyib, qoymur bugünümüz rahat olsun. İnsanın azadlığını əlindən alır əməl, keçmiş əməllər. Biz ki, keçmişimizin əsiriyik, əməlimizin əsiriyik, bundan mühüm nə söz ola bilər əməlin əhəmiyyətinə?
Bir adam istəsə moizə eləyə, minbərə çıxa, əməlin əhəmiyyətindən danışa. Bundan mühüm nə söz ola bilər ki, mənim bu günüm və gələcəyim əməlimdən asılıdır. Əməl mənim azadlığımı məhdudlaşdırır. Əməl mənim taleyimi tam dəyişir. Bundan mühüm söz tapmaq mümkündür əməlin əhəmiyyəti barədə. Ona görə bizə deyiblər, bax gör bu gün nə əməl eləyirsən, bil ki, sabah sonra əlavə çətinliklər çıxacaq, yüzlərlə giriftarçılıq səni gözləyir. Bu bir əməli vaxtında eləmə, o qədər şeydən azad olarsan. İnsanın dünyasında təsiri var, axirətində təsiri var. Bir əməl görürsən 180 dərəcə biz bilmirik, bu əməli elədik. Gözümüz açıq olsa baxaraq 180 dərəcə bizim taleyimizi bir əməl dəyişdi. İstər pis istiqaməti ola bilər, istər yaxşı istiqamətə. Eləyəndə bunu düşünək. Cənnət ki bizim axır mənzilimizdir, son yerimizdir. O cənnətdəki məqamlar bugünkü əməllərin nəticəsidir. Bir əməl eləyirəm, bir pillə qalxıram. Bir əməl eləyirəm, 10 pillə düşürəm. Hey, bu qalxıb düşməklə məşğuluq və gələcək son taleyimizə bizim təsiri var. Mən bir günah eləyirəm, sonra tövbə eləyirəm, Allah məni bağışlayır, amma təsirsiz olmur. Mən cənnətə də getsəm, tövbə eləyib bağışlandığım günahların təsiri qalır. İnsan bəzən bir günah eləyir, bir əməl eləyir, neymət əlindən çıxır. O neyməti bəzən heç nə ilə qaytarmaq olmur. Gəldi biri dedi ki, ya Rəsulallah, sizin namazınızda cəmaat namazına çatdım, amma rüküyə yaxın çatdım. Mən neyniyim? Peyğəmbər burada heç nə, namazın düzdür. Rüküyə qədər çatmışsan, namazın düzdür. Döndü, neyniyyə gecikmişsən? Dedi ki, amma mən istəyirəm ki, o savab ki, mənim əlimdən çıxdı, rüküyə qədər qoşulmadım, gec gəldim, qoşuldum. O savabı istəyirəm bir şeylə ödəyəm. Olar mən bir qul azad eləyəm, o savab mənə verirlər. Peyğəmbər baxdı, bir böyük dağın yanındaydılar. Hansı dağ idi, mən bilmirəm. Dedi, bu dağ qədər sənin qızılın ola, Allah yolunda ehsan eləyəsən, o itirdiyin savabı əldə eləyə bilməsin. O da getdi əlindən. Bu da getdi və getdi əlindən artıq taleyibə də təsir qoyur, gələcəyibə də təsir qoyur. Bizim hər günahımız bir zəncirdir ki, bağlanır qollarımıza və bizi əməl eləməkdən saxlayır. Bizim başımıza nə müsibət gəlir, bizim əməlimizin nəticəsidir. Bu sözümə dəlil Qurandan gətirim sizə, Qurandan mötəbər sənəd yoxdur. Buyurur, sizin başınıza nə iş gəlir, əməllərinizin nəticəsidir ki, əleyhissalam buyurur ki, Quranın ən gözəl ayəsi bu ayədir. Quranın ayələrinin içində ən gözəl ayə bu ayədir ki, sizin başınıza gələn bütün çətinliklər, müsibətlər sizin əməllərinizin nəticəsidir. Hər bir şey keçmişlə əlaqəlidir. Hər bugün olunan əməl, hər elədiyimiz bir iş bizim gələcəyimizin yaranmasında təsiri var. Biz əməllərimizdən tor toxuyuruq özümüzə. Sonra çıxa bilmirik. Hər bir hərəkətimiz gələcəyimizdə təsir qoyur. Və dünənki əməllərimiz bugünkü əməlimizdə təsir qoyur. Aləm qanunlarla idarə olunur və bu qanunlar tələb edir ki, mənə cəza düşür, mənim keçmişimə görə. Mən birdən Allahın qüdrətini yadıma salıram. Deyirəm, düzdür, qanun bunu tələb edir, amma sən qanunları dağıda bilərsən. Sən qanunları alt-üst eləyə bilərsən. Bir adam təsəvvür eləyin, sağlamdır. Məsələn, oturmuşuq burada, hamımız əlhamdülillah sağlamdır. Mən deyirəm ki, ilahi bizə can sağlığı ver. Cəmaat deyir, amin. Bir də var, bir dənə xəstə gəlib oturub burada ki, həkimlər deyib də sən əlacsızsan. Sən düzəlməyəcəksən, elm acizdir səni müalicə eləməyə. O ki, vəziyyəti çıxılmaz görür, bütün şərait bunun əleyhinədir. Həkim imtina eləyib, heç nə, bütün maddi səbəblər üzünə bağlanıb, onun amini ilə sizin amininizdə fərq çox olacaq. Ona deyəndə ki, ilahi mənə salamatlıq ver, o amini daha şövqlə deyəcək, çünki vəziyyətinin ağırlığını başa düşür. Biz əvvəl vəziyyətin çıxılmazlığını başa düşək, çıxılmazlığını başa düşəndən sonra baxaq görək ki, buradan bizi kim çıxarda bilər, dərhal Allahın qüdrəti yadımıza düşər. Ancaq sənsən ki, bu gedişlə mən üzü cəhənnəmə gedirəm. Mən ki, əməllər eləmişəm və eləməkdəyəm, mənim üçün nicat yolu yoxdur. Amma necə naümid olmayım, bu cür naümid olmayım ki, bəli, çıxılmaz vəziyyətdə də sən yeganə varlıqsan ki, bütün hər şeyi
alt üst eləyərsən, yaradılışın nizamını mənə görə dəyişərsən. Sən buna qadirsən. Günahdan tövbə bilirsiniz nədir? Öldürücü zəhər adam içib, indi öləcək. Deyirsən, İlahi sağlamlığımı qaytar. Allah səni hər dəfə bağışlayanda bil ki, belə bir möcüzə baş verir. Allahın bəndəni bağışlaması möcüzədir. Çünki yüzlərlə hadisə, nizam, intizam yaranmışdı sənin günahına görə. Allah bağışladı, bilirsiniz yəni nə? Yəni bütün bu nizamı dəyişdi təzdən. Sən yaradırsan, bütün yaradılış aləmində sənin günahın təsiri qoyur, səni gələcəkdə yüzlərlə bəlalar gözləyirdi. Allah hadisələr tənzimləmişdi sənin günahına görə. Elə ki, deyirsən, bağışla mənası budur ki, Allah bütün bu nizamı dəyişdi sənin üçün. Gör, sənin üçün nə böyük iş gördü. Biz başa düşmürük, biz elə bir adamın ürəyini almaq kimidir. Gedirsən, deyirsən, ata inciyər deyərsən də bağışla, bir iki dənə lətifə danışarsan, gülər, bağışlayar. Bu belə məsələ deyil. Allaha biz heç bir ziyan yetirmirik günahımızdan. Biz yaradılış nizamını dəyişirik və Allah tövbə eləyəndə bizi bağışlamaqla Allah o nizamı təzdən bizim xeyrimizə dəyişir. Görün, təbiətdə nə qədər hadisə baş verir, cəmiyyətdə nə qədər hadisə baş verir ki, bir dənə məni bağışlayacaq. Hər şey səbəb-nəticə ilə bağlıdır. Bizim bir əməlimiz var ki, övladlarımızın taleyinə təsir qoyur. Biz hörmətli olacaq, övladlarımız o hörmətdən istifadə edəcək, zəngin olacaq məsələn. Biz hörmətsiz olacaq, o hörmətsizliyimiz təsir qoyacaq onun taleyində. Allah bizi salih əməl sahiblərindən qərar versin inşallah.